Esselamu Aleyküm. Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bir məsələ barədə danışmaq istəyirəm. Əlində gördüyünüz bu misvakdır. Bu bir ağacın köküdür. Və bunun forması bizə fırçanı xatırladır. Elə bil ki, bir fırça kimidir dişləri təmizləməyə. Və bunun müəyyən tibbi faydaları da mövcuddur. Yəni məlumat kimi öyrənmək olar internetdən. Amma hal-hazırda danışacağımız bu məsələ deyil. Yəni bu vasitə 1400 il bundan öncə aləmlərə rəhmət olaraq göndərilmiş Muhammed Peyğəmbərimiz, Allahın ona salavatı və salamı olsun, istifadə etdiyi bir təmizlik vasitəsidir. Onunla dişini təmizləyib və həmçinin dilini təmizləyib. Və bu təmizlik nümunəsidir. 1400 il bundan qabaq, yəni insanlara bir təmizlik nümunəsi. Hal-hazırda istifadə etdiyimiz fırçalar ola bilər ki, onun tarixi o qədər qədim deyil. Yəni 100 illiklər, bəlkə 100 illiklərə keçmir. Hər bir halda, yəni misvak qədər qədim ola bilməz hal-hazırda istifadə olunan fırçalar. Amma bu misvaksa 1400 il bundan qabaq İslam Peyğəmbəri tərəfindən istifadə olunub və təbliğ olunub. Və Peyğəmbərimizin yoldaşı deyir ki, Allah elçisi Muhammed, Allahın ona salavatı və salamı olsun, hər dəfə evə girərkən ilk gördüyü iş dişlərini təmizləmək olub misvak vasitəsilə. Yəni hər dəfə o ağız təmizliyinə, diş təmizliyinə bu qədər önəm verirdi. Təsəvvürünüzə gətirin ki, ağız təmizliyinə və dişlərinin təmizliyinə önəm verən insan ümumən həyatında nə qədər təmiz olar? Elə insan nə qədər səmimi olar? Çünki bu bir əlamətdir. Ağzı təmiz saxlamaq, onu pis qoxulardan daimi uzaq saxlamaq bir mükəmməl bir insan nümunəsidir. Bəlkə hər insan bunu bacarmaz, xüsusilə o dövrdə. Yəni elə bir dövrdə ki, insanlar belə vasitələrə o qədər önəm vermirdilər. Amma İslam Peyğəmbəri bunu insanlara təbliğ etdi, özü əməl etdi və insanlara təbliğ etdi. Bu məsələnin birinci hissəsidir. Yəni ağıl sahibləri bu barədə düşünər, təbii ki, oradan müəyyən ibrətlər alar. Bu ibrətlərdən biri də odur ki, yəni belə bir səliqəli insan, təmiz insan, ağzının təmizliyini qoruyan, dişlərinin təmizliyini qoruyan insan necə ola bilər ki, yalan söz danışsın, necə ola bilər ki, insanlara səhv istiqamət versin. Bununla yanaşı, halbuki onun öncəki həyatı əmin-əman, güvənilir və doğru danışan insan olub. İnsanlar içərisində ən çox fərqlənən olub bu xüsusiyyətlərdə. Bu məsələnin birinci yönüdür, birinci tərəfidir. İkinci tərəfi isə, məsələnin ikinci tərəfi bunun inanc tərəfidir. Baxın, Peyğəmbərimiz ona Allahın salavatı salamı olsun buyurub ki, kim misvakdan istifadə edərsə və ya daha doğrusu misvak istifadə etmək ağız üçün bir təmizlikdir. Rəbbin razılığıdır, Yaradanın razılığıdır. Yəni baxın, görün bu dinin rəhmətinə, Allahın rəhmətinin genişliyinə ki, kiçik bir vasitə ilə insanlara rəhm etmək istəyir. Yəni xırda bir əməllə, halbuki bu əməl insanın özünə qayıdır. Yəni bu təmizlik mənə aiddir. Bunun başqalarına bir aidiyyəti yox. Təbii ki, insanlar sevər ki, qarşısındakı insan təmiz olsun, üzərindən pis iy gəlməsin və ya ağzından pis iy gəlməsin. Amma bununla yanaşı, yəni bir insan özünə xidmət edir, özünü təmiz saxlayır, bununla yanaşı Allah ondan razı qalır. Necə ki buyurur ki, misvak ağız üçün bir təmizlik və Rəbbin razılığıdır. Bu necə möhtəşəm dindir. İnsan özünü təmizləyir, özünə fayda verir. Bununla yanaşı
onu yaradan Rəbb ondan razı qalır. Bu barədə düşünmək lazımdır.